Aydın müəllim, müşrik kimə deyilir? Özünü müsəlman görən bir insan müşrik ola bilərmi? Müşrik elə Allaha inanan şəxsdir. Allaha inanmayan bir şəxsdən müşrik olmaz. Şirk nədir? Şirk kəlməsi ərəbcə bir sözdür. Şirk Allahla bir insanın Allahla özü arasına müqəddəs gördüyü şəxsləri, qeyri-adi gücə sahib şəxsləri Allahla özü arasına yerləşdirmək və həm Allaha inanır, həm də yeri gəldiyində o ortaya qoyduğu şəxslərə müraciət edir. Yəni Allahdan istəyəcəyi şeyləri bəzi hallarda o müqəddəs gördüyü şəxslərdən istəyən kəsdir müşrik. Bir nümunəsini vereyim. Məsələn, Zümər surəsində Rəbbimiz belə buyurur. Bismillahirrahmanirrahim. 3-cü ayəsi: "Vəllezîne ittehazû min dûnihi evliya mâ na'buduhum illâ liyuqarribûna ilallâhi zülfâ." O kəslər ki, Allahla özləri arasına birilərini evliya, Allaha yaxın deyə qoyan şəxslər var ha. Bax, Allahla özü arasına birini qoydu. Demək ki, şirk nədir? Allahla özü arasına birisini vəli olaraq qoymaq. Bu səbəbdən Araf surəsi 3-cü ayəsində də Rəbbimiz deyir ki: "İttəbi'u mâ unzile ileykum min rabbikum." Sizə Allahdan nazil olan kitaba tabe olun. "Və la tettabi'u min dunihi evliya." Allahla özünüz arasına müqəddəs gördüyünüz şəxsləri, Allaha yaxın gördüyünüz şəxsləri evliya deyə qoymayın, vəli qoymayın, oraya bir şeylər yerləşdirməyin. Qoymayın, etməyin belə şeylər. Məsələn, Məkkə müşrikləri özlərini İbrahimin dinində görürdülər. Özlərini müşrik olaraq görmürdülər, özlərini kafir olaraq görmürdülər. Yer üzündə insanların əksəriyyəti özlərini müşrik olaraq görməz, kafir olaraq görməz. Özlərini çox dindar görərlər. Namaz qılırlar, oruç tuturlar, həccə gedirlər. Məkkə müşrikləri də eyni şəkildə özlərini İbrahimin dinində, Hənif dinində görürdülər. Fəqət şirkin nə olduğunun şuurunda olmadıkları üçün, Allah Teala şirki necə vəsf etdiyini bilmədikləri üçün o şirki işləyirdilər. Allaha yaxın gördükləri və özlərindən müqəddəs iddia etdikləri şəxsləri Allahla öz aralarına qoyurdular və bəzən Allahı, bəzən də onları yardıma çağırırdılar. Allahı çağıracaq yerdə. Eynilə günümüzdəki bir çox təriqət mənsubları, bir çox bu şiə, əhli şiədə gördüyümüz kimi "Ləbbeyk ya Ali, mədəd ya Ali" deyə çağırırlar ha. Çox eşitmiş olarsınız. "Ləbbeyk ya Zəhra, ləbbeyk ya Fatimə." Eynilə o Məkkə müşriklərinin elədiklərini, hətta daha bətərini edirlər də, söhbəti uzatmamaq üçün mən burada başqa bir ayətə keçim. Məsələ, müşriklərin vəsfini Rəbbimiz bildirir. Onların bir vəsfi də budur. Allahın göndərdiyi peyğəmbərləri sıradan bir bəşər olaraq görmürdülər. Bizim kimi bir sıradan bir insan, bəşər olaraq görməzdilər. Onun üçün də deyirdilər ki, məsələn, şu Ara surəsi 154-cü ayəsində belə deyirdilər peyğəmbərimizə, Məkkə müşrikləri deyirdilər ki: "Mə əntə illə bəşər mislənə." Sən bizim kimi bir bəşərsən. "Fəti bi ayətin in kunte mine's-sadiqin." Əgər sən doğru sözlüysən, bizə bir möcüzə göstər. Yəni müşriklərin bir vəsfi də, yəni Allahın göndərdikləri ilə yetinməzlər, qeyri-adi bir şeyləri də görmək istəyərlər. Müşriklərin bir vəsfi də budur. Möcüzə istəyirlər. Əslində bu möcüzə ilə də inanacaq deyirlər. Yəni həqiqi imana da sahib olacaq deyirlər, çünki tarix bunun isbatı ilə doludur. Halbuki Rəbbimiz nə deyir? Kəhf surəsi 110-cu ayəsində Peyğəmbərimizin vəsfini öz dili ilə bizə çatdırır. Deyir ki: "Ənə bəşərun mislukum." Mən sizin kimi bir bəşərəm. "Yuha ileyyə ennəmə ilahukum ilahun vahid." Mənə sadəcə vəhy olunur. Mənə sadəcə bu Qur'an nazil olub və bu Qur'an nazil olduğu üçün mənimlə sizin aranızdakı bir fərq var. O da bu kitabın nazil olması, məni də peyğəmbər olaraq seçməsi. Təəssüf ki, bütün məzhəblər istisnasız ənənə dini mənsubları peyğəmbərləri sıradan bir bəşər olaraq görməzlər. Belə hətta əhl-i şiə sadəcə peyğəmbərləri deyil, imamlarını da məsum olaraq görürlər. Sıradan bir bəşər deyirlər. Onların xariquladə, qeyri-adi gücləri var. Allaha aid bəzi vəsfləri onlara vermişlər. Bəziləri də deyirlər ki, indi deyirsən, o da bizim kimi bir bəşərdir. Xeyr deyirlər, elə bir bəşər deyil. Əlbəttə bizim kimi bir bəşər bu şərtlə deyil. Onlar bizdən daha təqvalıdırlar, daha dürüsttürlər. Bu yöndə, bəli, bizim kimi deyirlər. Çünki onlar Allaha daha çox
ağlıdırlar. Bizdən daha dürüstlülər. Fəqət başqa bir vəsfi yox qeyri-adi. Xülasələşdirərsək, müşriklərin əsas xüsusiyyəti bundan ibarətdir. Yəni, Allahla özləri arasına qoyduğu o üçüncü şəxsi dövrəyə soxaraq həm dünyada, həm də axirətdə özlərini qurtaracaq. Hər nə qədər də Allah-u Teala "Qul lillahi şəfaətü cəmiən", yəni bütün şəfaət, hər şey, səlahiyyət Allahın əlindədir desə də, bu insanlar bir başqa müqəddəs gördüyü, Allaha yaxın gördüyü şəxslərə müraciət etmək surəti ilə onlar vasitəsilə özlərinin xilas olacağını düşünürlər ki, bu ən böyük Allahın əfv etməyəcəyi bir şirk günahıdır. Fəqət insanların çoxu bunun şuurunda deyirlər. Elə şuurunda olmadıkları üçün bu icad etdikləri şəxslərə daha çox yönəlirlər. Onların türbələrini, onlar üçün ziyarətlər düzəlir, oraya gedirlər, qəbirlərini ziyarət edirlər. Oradan bir çox yəni qeyri-adi oranında gücə sahib olduğunu, oradan bir şeylər ümid edirlər. Müsəlmanla müşriyin fərqi bundadır. Müsəlman sadəcə Allaha yönəlir və ondan istəyəcəyi yerdə ondan istəyər. Başqa bir yerə müraciət etməz. Ona güvənir. Amma müşrik sadəcə Allahdan deyil, onunla yanaşı o ortaya qoyduğu şəxslərə də müraciət edərək onları da çağırırlar. Eyni zamanda müsəlman sadəcə Allahın nazil etdiyi bu tək qaynağa, tək mənbəyə yönəlir. Dinin əsas qaynağının Allahın kitabı olduğunu və bir şeyin, yəni dində olub olmadığında orada baxıb, oradan öyrənir. Ancaq müşrik bu tək kitabla yetinmir. O kitabdan əlavə bir çox mənbələr icad edir. Hətta bu mənbələrdən əlavə də şəxslərə müraciət edir və onlardan öyrəndiyi bir dinlə, yəni bir dinə sahib olur və bu şəkildə inanır.